Hər birinizi xoş gördük. Bugünkü mövzumuz Albaniya dövləti haqqında olacaqdır. Bildiyiniz kimi, ötən dərsdə də qeyd etdik ki, Atropatena, Albaniya dövlətləri hər ikisi Makedoniyalı İskəndərin imperiyasının parçalanması nəticəsində yaranmış quldar dövlətlərdəndir. Albaniya dövləti Azərbaycanın şimalında meydana gəlmişdir, Atropatena dövləti isə Azərbaycanın cənubunda yaranmışdır. Albaniya dövləti eradan əvvəl 4-cü əsrdə Azərbaycanın şimal ərazisində meydana gəlmiş quldar dövlətlərdən biridir. Albaniya ərazisində türk məşəli tayfalardan olan Kaspi, Kadusi, Leyk, Amart, Uti, Qarqar və 26 dildə danışan türk məşəli olan Alban tayfaları yaşamışdır. Digər dərsdə Atropatena dərsində qeyd etmişdik ki, Atropatena ərazisində Maq, Mük, Matay, Amatay, Kaspi və Kadusi tayfaları yaşamışdır. Və qeyd edirik ki, həm Atropatena, həm də Albaniya ərazisində yaşamış iki tayfa, Kaspi və Kadusi. Yəni, Kaspi və Kadusi tayfaları həm Atropatena ərazisində, həm də Albaniya ərazisində yaşamışdılar. Daha sonra qeyd edəcəyik ki, Uti tayfaları var idi ki, Albaniya ərazisində yaşayan tayfalar Uti. Onlar Qəbələnin Niz kəndində hal-hazırda yaşamaqdadırlar. Xınalıqlar Qubanın Xınalıq kəndində yaşayırlar hal-hazırda. Mudurlular isə Qubanın Mudur kəndində yaşayırlar. Yəni, qeyd etdiyimiz bütün bu tayfalar türk məşəli tayfa olmuş və Albaniya ərazisində yaşanmış tayfalar olmuşlar. Daha sonra Albaniya dövlətinin ərazisini qeyd edəcəyik ki, Albaniya dövlətinin ərazisi Gürcüstan, Arazan Vadisi, Dağıstan cənub rayonları, daha sonra Qərbi Azərbaycan, İberiya, yəni Cənubi-Qərbi Gürcüstan ərazisi, bir də Cənubi-Qərbi Gürcüstan ərazisində, deməli, İberiya bir vilayətdir, tarixi bir vilayətdir, onu da qeyd edək. İberiya və Xəzər dənizi arasındakı olan Azərbaycan torpaqlarını əhatə edir. Yəni, Albaniya Azərbaycanın şimalında mövcud olmuş quldar dövlətdir. Albaniyanın paytaxtı Qəbələ və yaxud Kabalaka şəhər olmuş və bizim Eyranın, hansı ki 5-ci əsrindən Alban hökmdarı 2-ci Vazir Firuzun şəhərini, Firuzabad şəhərini saldırır, yəni indiki Bərdə şəhərini və paytaxtı, Albaniyanın paytaxtını Qəbələdən Bərdə şəhərinə köçürür. Daha sonra qeyd edəcəyik ki, Albaniya şimaldan Qafqaz dağları, cənubdan Talış dağları və Atropatena dövləti ilə qonşudur. Şərqdə Xəzər dənizi, qərbdə isə Göyçə gölü ilə əhatə olunmuş. Yəni, qeyd etdiklərimiz Albaniya dövlətinin ərazisidir. Yəni, bunların hər birini mütləq və mütləq bilin. Çünki bunlar bəzən xəritə üzərindən, bəzən isə yazılı şəkildə düşə bilər. Qeyd ola bilər ki, hansı dövlətin ərazisidir. Daha sonra həm Atropatena, həm də Albaniya dövlətləri Makedoniyalı İskəndərin imperiyasının parçalanması nəticəsində yarandı və hər biri türk mənşəli və quldar dövlətlərdir və hər birinin yaranmasının tarixi əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanda vahid türk xalqı yaranmağa başladı. Yəni, formalaşmağa başladı və yaxud yarandı, vahid türk xalqı yaranmağa başlayıb Atropatena və Albaniya dövlətinin yaranmasını. Daha sonra qeyd edəcəyik ki, həm Atropatena, həm də Albaniya quldar dövlət olmasına baxmayaraq, bu əməyindən geniş istifadə olunmadı. Yəni, Qərb Şərqi ölkələrinə baxanda biz qeyd edəcəyik ki, Misir olsun, Mesopotamiya olsun, Çin ərazisi olsun, bunlarda bu əməyindən daha geniş istifadə olunur. Amma Azərbaycanda, yəni Atropatena və Albaniya dövlətlərində bu əməyindən geniş istifadə olunmayır. Daha çox bizdə əsas işçi qüvvələr, azad insanlar olub. Bunların da daha çox kənd təsərrüfatlarında, filiz müəllimlərində, sənətkarlıq imalatxanalarında istifadə olunur. Yəni, bu əməyi Azərbaycanda geniş istifadə olunur. Albaniya ərazisində qeyd etdik ki, bu əməyi o qədər də geniş olmuyor. Və Albaniyanın sosial tərkibindən biz danışsaq, qeyd edəcəyik ki, Albaniyada əhalinin sosial təbəqələşməsi, ictimai vəziyyəti 4 təbəqədən ibarət idi. Hansılar idi? Birinci təbəqədə dururdu padişah, ordu başçısı, bir də hakim. İkinci təbəqədə din xadimləri, yəni kahinlər, üçüncü təbəqədə hərbiçilər, dördüncü təbəqədə isə təsərrüfatda işləyən adi adamlar, yəni qullar, kəndçilər. Yəni, sosial tərkib bundan ibarətdir. Yəni, bunları mütləq bilin. Padişah, ordu başçısı, hakim, din xadimləri, hərbiçilər, daha sonra təsərrüfatda işləyənlər. Yəni, soruşulsa ki, Albaniyada padişahdan sonra ən hörmətli şəxs kimdir? O, din xadimləri, yəni kahinlər. Sonra Stramonun, hansı ki, Yunan coğrafiyasından sonra Stramonun verdiyi məlumata görə Albaniya Atropatenadan fərqli olaraq mərkəzləşdirilmiş dövlət olub. Atropatenadan fərqli olaraq Albaniya mərkəzləşdirilmiş quldar dövlət olub. Həmçinin bu Manna dövləti ilə toxuşacaqdır ki, Manna da quldar dövlətlərdən biridir və mərkəzləşdirilmiş dövlətdir.
Sonra Albaniya ərazisində, həmçinin Atropatena ərazisində əkinçilik, maldarlıq, üzümçülük, şərabçılıq, balıqçılıq hansı ki mövcud olmuşdur. Daha sonra eramızın ilk əsrlərində Albaniya ərazisində su dəyirmanlarından istifadə olunur ki, bu da Romalılardan oxşarlıq cəhətdir. Qeyd edilir ki, eramızın ilk əsrlərindən şüşə qablarda hansı ki hazırlayırlar Albaniya ərazisində. Albaniyanın sənətkarlarına məxsus qızıl ilahə heykəli sırf Albaniya sənətkarlarına məxsus olmuşdur. Eradan əvvəl 4-cü əsrdə Albaniya dövlətinin yaranması ilə Albaniyada möhürlər yaranmağa başlamışdır. Möhürlər daha çox sənədləri təsdiqləyənlər, qapıları möhürləyəndə daha çox lazım olurdu. Daha sonra Atropatena həm də Albaniya ərazisində Makedoniyalı İskəndərin adından pullar kəsilir. Amma Albaniyada eradan əvvəl 3-cü əsrin birinci yarısında yerli pullardan da istifadə olunur. Yəni İskəndərin pulları tələbatı o qədər də ödəmir. Onun üçün də eradan əvvəl 3-cü əsrin birinci yarısında hökmdarların adından yerli pullar kəsilir. Albaniyada, Atropatenada yerli pullar olmuyor. Bəs yerli pullar və yaxud pul bəhnələri adına tapılıb Şamaxı və Qəbələ ərazisindən. Daha sonra qeyd edəcəyik ki, Albaniyada da Atropatena kimi şəhərlər salınırdı. Şəhərlər daha çox karvan yollarında, məbədlərin ətrafında və hökmdarlar tərəfindən salınır. 2-ci əsrdə yaşanmış hansı ki Claudio Ptolemy Roma tarixçisi qeyd edir ki, Albaniyanın 29 şəhər olmuşdur. Onlardan ən böyükü Qəbələ, Kabalaka, Ayniana, Anariyaka, Ruki vilayətində yerləşmişlər hansı ki bunlar. Qəbələ və digər şəhərlər də Alban şəhərləri olmuşdur. Daha sonra qeyd edəcək ki, eradan əvvəl 2-ci əsrdə Roma Aralıq dənizində ən qüdrətli dövlətə çevrilmişdir, hansı ki Pun müharibələri nəticəsində və onlar başlayırlar geniş işğalçı müharibələrə və eradan əvvəl 1-ci əsrin birinci yarısında Roma sərkərdəsi olan Pompey Albaniyaya yürüş edir. Onun məqsədi o idi ki, Xəzər sahilini ələ keçirsin, Xəzər dənizini ələ keçirsin, Hindistana gedən ticarət yolunu ələ keçirmək istəyirdi. Sırf Romalıların məqsədi bu olmuşdur. Və Azərbaycana yürüş edirlər. Eradan əvvəl 66-cı il Albanlarla hansı ki Romalılar arasında Kür döyüşü olur, Kür çayı sahilində. Bu döyüşdə hansı ki Romalılar qalib gəlirlər. Alban hökmdarı, Alban padşahı Oroys məğlub olur və Oroysun məğlub olmasının səbəbi olur ki, bu döyüşdə Romalılar yaxşı silahlanmışdılar, hərbi təcrübəyə malik idilər. Buna görə də hansı ki padşah Oroys məğlub olur Kür döyüşündə və Pompey ilə sülh bağlayır. Sülh bağladıktan sonra Pompey İberiyaya, yəni Cənubi Gürcüstan arasında gedir və İberiyaya gedən zaman padşah Oroys Pompeyi izləyir, yəni o təqib edir. Buna görə də Pompey eradan əvvəl 65-ci il Qanıq döyüşündə yenidən Romalıları məğlub edir. Daha doğrusu Albanları məğlub edir. Burada isə diqqət olun, 65-ci il Qanıq döyüşündə Alban hökmdarı, Alban padşahı Oroysdur. Amma döyüşdə vuruşan sərkərdə Kozis, yəni bu sərkərdə padşah deyil. Sərkərdə Kozis Qanıq döyüşündə ölümcül yaralanır. Bu döyüşdə Romalılar hərbi hiylə işlədirlər, hərbi hiylə işlətdiklərinə görə qalib gəlirlər. Hətta qeyd olunur ki, Qanıq döyüşündə Alban qadınları da vuruşmuşdu. Həmçinin bu Alban qadınlarının da o qədər vuruşması cəsarəti Romalıları heyrətə getmişdir. Qanıq döyüşündə məğlub olan Albanların bəziləri hansı ki meşəyə çəkilirdilər. Bunu bilən Romalılar həmin meşəyə ot qoyaraq yandırırlar və Albanlar o meşələrə yanırlar. Yəni həm Kür, həm də Qanıq döyüşündə Albanlar Romalılara məğlub. Hansında qeyd olunsa ki, Alban qadınlarının cəsarəti Romalılara heyrətə gətirdi, meşəyə ot vurub yandırdılar, hərbi hiylə daha çox Qanıq döyüşündədir. Daha sonra qeyd edəcək ki, Pompey məqsədi var idi ki, Xəzər dəniz sahillərini tutsun. Amma bu yürüşü yardımcı qoyaraq geri çəkilir. Səbəb də olur ki, Romalılara qarşı Albanlar partizan müharibəsinə başlayır, onlara müqavimət göstərirlər. Bir də yolun çətinliyi Pompeyi geri çəkir. Və qeyd edəcək ki, eradan əvvəl 36-cı ildə Antoniyin sərkərdəsi Kanidi Albaniyaya yürüş edir və Alban və İberiləri o tabi edir. Həmin vaxtda Alban hökmdarı Zobel olur. Zobeli özündən asılı vəzifəyə salır. 36-cı il eradan əvvəl 36-cı il Atropatenada da Fransız döyüşü olmuşdur. Orada artıq Antoni özü məğlub olmuşdu Arta Azdan. Daha sonra qeyd edilir ki, eramızın 1-ci, 3-cü əsrlərində Azərbaycanın şimalından, Dərbət və Dəryal keçidindən hərbi qənimət ələ keçirmək məqsədi ilə Alan tayfaları Azərbaycana yürüş edir. Alan tayfalarının Azərbaycana yürüşündə məqsədi o olur ki, hansı ki onlar ələ keçirmək istəyirlər qənimət,
daha sonra Dərbənd dəryaçısından gəlirlər və onların ən böyük yükü isə 72-74. Diqqətli olun, Alanların Azərbaycana yükü 1 və 3-cü əsrlərdir. Amma ən böyük yükü 72-74-dür. Alanlar Albaniya dövlətinə hücum ediblər, Atropatena deyib. Çünki Atropatena eramızın 20-ci ilində süqut etmişdir. Burada diqqətli olun. Və Alanların Azərbaycanda olmasını katakomba qəbirləri sübut edir. Bəs katakomba qəbirləri haradan tapılıb? Mingəçevir və Qəbələ ərazisində. Şamaxı və Qəbələdən pul dəfnələri idi. Amma Mingəçevir və Qəbələdən katakomba qəbirləri olmuşdur. Qeyd etdiyimiz kimi, həm Atropatena, həm də Albaniya ərazisində Yunan elli mədəniyyət olub. Yunan elli mədəniyyətinə məruz qalan, yəni məruz qalmasına, Albaniyanın məruz qalmasına nə sübut edir? Yunan tarlalarına sitayiş, Yunan yazısı və kiremitdən istifadə. Bəs Atropatenada Yunan elli mədəniyyətindən sübut edilirdi. Orada da bəzi Yunan tanrılarına sitayiş olması, Yunan yazısı və ya kiremitdən istifadə. Yəni Yunan yazısı orada kiremitə məbədində idi. Qeyd etdiyimiz kimi İranımızın 1-ci əsrində Qobustan kitabəsi var ki, 84-96-cı ilə aiddir. Bu, Roma İmperatoru Domisian ilə bağlıdır və Latın dilindədir. Burada diqqətli olun ki, bəzən çaşdırmaq üçün deyilir ki, Qobustan kitabəsi Yunan yazısından, Yunan dilindədir ki, Latın dilində, yəni Romalılara məxsusdur. İranımızın 2-ci əsrində isə Şəkinin böyük dəfinə kəndində Yunan dilində olan yazı tapılmışdır. Bu sübut edir ki, Albaniya Yunan mədəniyyətinə, elli mədəniyyətinə təsir qalır. Daha sonra Albaniya ərazisində çoxallaqlıq olub, həmçinin Atropatenada da çoxallaqlıq olmuşdur. Albaniya ərazisində əsas din isə bütpərəstlikdir. Atropatenada isə zərdüştlük dini, əsas dini olmuşdur. Albaniya dövləti haqqında bu qeyd etdiklərimizi bilsəniz, sizin üçün bəs edəcək. Albaniya dövləti 705-ci ildə, hansı ki, Ərəb qoşunları tərəfindən sonuncu hökmdarı Varaz Tirqatın öldürülməsindən Albaniya dövlətinin müstəqil dövlətçiliyinə son qoyulmuşdur. Albaniya dövləti Atropatena dövləti kimi türk mənşəli olmuşdur, Uldar monarxiya olmuşdur, həmçinin Albaniya Romalılarla mübarizə aparmışdır, yəni Roma Respublikasına. Amma bunlar Romalılara məğlub olsa da, Atropatenalılar Romalılara qalib gəlmişdir. Sırf Albaniya dövlətinə məxsus olan məlumatlar bunlardır. Bunları bilsəniz sizə bəs edəcək.